Spider-Man Noir bence Marvel'ın ikonik karakterlerinden biridir. Bununla birlikte de sevilen Spider-Man variantlarından biridir. İlk defa ben Spider-Man Noir'ı Ultimate Spider-Man serisinde görmüştüm. O vaxtda Goblin farklı kainatlara gedib Spider-Man'in örneğini falan alırdı. İkinci olarak ise Miles Morales'in ilk filmini görmüşdük ve o vaxtda Spider-Man Noir'ın səsini Nicolas Cage can vermişdi. Şimdi də Spider-Man Noir'ı canlandırır. Bence serial həqiqətən yaxşı idi. Çox yəni uğurlu bir serial idi. Bence yaxşı da bir qəhrəman seriallarından biri idi. Sadece burada Spider-Man'likdən əlavə Ben Riley detektivliklə məşğul olur və orada önəməklər olduğu üçün detektivlik zaten məşhur bir peşə kimi bir şeydi yəni. Və orada başqa karakterlər gördük. Sandman, ondan sonra o qara bilmədim hansı karakterdir. Sonra fət bir Elektro gördük. Açığı mən fət bir yəni Jombul kök bir Elektro görmək istəməzdim amma görmüş olduq. Yeni sezon gələr mi heç fikrim yoxdur amma serialı ümumiyyətcə bəyəndim. Yəni bir ondan 8 falan verərəm. Seriala çox da şişirtməmək lazımdır amma yenə də məncə puanı 8-dir. Bilmədiyin 7.5 falan verərsən o qədərdir. Yerdən yerə olacaq bir serial deyildir. Həm də yaxşıdır ki artıq bir fərqli bir şey izlədik. Qısası serialı bəyəndim. Siz Spider-Man Noir'ı izləmisinizmi? İzləmisinizsə serial haqqında nə düşünürsünüz? Yorumlara yazın.